Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sabah Ramazan ayının 8-ci günüdür. Qafqaz Müsəlmanlar İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən sabah üçün imsak saatı 05:38, iftar isə saat 18:54-ə təyin olunub. İmsak vaxtının duası. İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək verməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub durmağı nəsib et. Öz qüdrətin sayəsində ey ümid edənlərin pənahı. Amin. İftar duası. İlahi, səndən ötürü oruç tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla. Amin. Allah orucunuzu qəbul etsin. Amin.